Değerli izləyicilər, xoş gördük hər birinizi. Bugün sizə yeni Respublikada deyərdim ki, ilk ola biləcək bir layihəyə start verdiyimizi xatırlatmış oluram. Çünki elanını artıq bir ay yaxında vermişik. Adı Fizika müəllimlərinə dəstək abunə paketi. Bu abunə paketi haqqında qısa istəyirəm bir məlumat verim. Çünki bu yeni bir şeydir, yeni bir layihədir. Bu barədə artıq bir ildən çox düşünürdüm, çox istəklər olurdu. Amma o istəkləri birləşdirib bu abunə paketinə qərar verdim. Nədir tam olaraq bu abunə paketi yoldaşlar? Əvvəla bu abunə paketini dərs qruplarıyla qarışdırmaq olmaz. Dərs qrupu müəllimin imtahana hazırlıq prosesində ya da özünü təkmilləşdirmək üçün sistemli şəkildə qoşulduğu bir prosesdir. Yəni burada mövzular başdan axıra qədər düz xətti, çevrə, Newton sistemli şəkildə keçirilir. Müəllim sistemli şəkildə müəyyən vəsaitlərdən səviyyəsinə uyğun olaraq sıfırdan ya da bazalı qrupa qoşulur. Testlər işləyir, suallarını canlı dərslərdə qoşulur, verir. Bu başqadır. Bu canlı dərs sistemidir. Abunə paketi canlı dərs deyil. Burada siz müəyyən günlərdə canlı dərsə qoşulmayacaqsınız. Bəs nədir abunə paketi? Yoldaşlar, hər birimizin sosial şəbəkələrdə qoşulduğu müəyyən bir qruplar var. WhatsApp qrupları. Bu dəqiqə demək olar ki, müəllimlər bütün dəstəyi, köməyi WhatsApp qruplarından alır. Mən çoxuna üzv olmasam da, yəni görürəm ki, müəllimlər WhatsApp-dan çox kömək alır. Amma bu WhatsApp qruplarında bəzən ən çox rastlaşılan problemlərdən bəziləri, yəni ictimai WhatsApp qruplarıdırsa, müəllim sualını atır. Sual əgər o qədər çətin sual deyilsə, suala tez bir zamanda cavab gəlir. Bəzən amma vaxt azlığından suala cavab gəlmir. Ya qarşılıqlıq olur. Müəllim sual atandan sonra başqa müəllimlər də suallar atırlar. Ona görə də həmin müəllimin sualı arada itir. Ya müəllimin sualı çətindirsə nisbətən, ona qrupda çox müəllim heç zaman ayırmaq istəmir. Yəni buna məcbur da deyil. Ya da bir neçə cavab gəlir. Hansının doğru, hansının yanlış olduğunu müəllim bilmir. Belə problemlər yaranır. Digər tərəfdən əlavə söhbətlər, kənar söhbətlər, reklam xarakterli paylaşımlar və s. Yəni bunlar mənim də başıma gəlib. Mənim də bir WhatsApp qrupum var idi ictimai. Biz üzvü çıxartmaqdan yorulurduq ki, reklam olmaz, reklam olmaz, amma qoşulurlar, yenə də reklam edirlər. Əlimizdən gəldiyi qədər də sistemli eləməyə çalışırdıq, amma çox çətin məsələdir bu. Ona görə də mən qərar verdim ki, Elmir müəllimlə təbii ki, bir yerdə yeni bir WhatsApp bir qrupu yaradaq. Abunə paketi dediyimiz şey əslində bir WhatsApp qrupudur. Amma təbii ki, hal-hazırda deyəcəyim əvvəldən saydığım WhatsApp qruplarından tam fərqli, mükəmməldir. Deməli, burada tam ciddi nəzarət sistemi olacaqdır. Yəni, tək Elmir müəllimdən mən deyirəm. Burada ən azı 3 əlavə müəllimi qoyulacaqdır və onlar qrupu tam nəzarət edəcəklər. Orada da kənar söhbətlər, əlavə söhbətlər, müəllimlər arasında səmimi, kənar belə deyək də dərsin gedişatına, dərs deməyək də çünki dərs qrupu deyil. Yəni qrup sisteminə uyğun olmayan kənar söhbətlər orada qətiyyən olmayacaqdır. Orada yalnız müəllim qoşulacaq. Nə sualı varsa o sualını soruşacaq. Da burada məsələn mövzular üzrə söhbəti yoxdur. Yəni bu ona görə də burada müəllim istədiyi mövzudan gün ərzində suallarını soruşa bilər və digər müəllim yoldaşlar da ona kömək eləyə bilər. Amma təbii ki, bizim nəzarətimiz altında baş verəcəkdir. Tutaq ki, bir müəllim sual verdi, ona biz yox, başqa bir müəllim ona cavab verdi. Biz nəzarət eləyəcəyik. Doğrudursa təsdiq eləyəcəyik. Yanlışsa biz doğru olanın həllini göndərəcəyik. Və yaxud da müəllim sualını atdı, suala cavab gəlmir, biz sualın cavabını göndərəcəyik. Yəni bir sözlə, abunə paketi WhatsApp bir müzakirə qrupudur. Sadəcə olaraq tam sistemli müzakirə qrupu deyil, qrupdur ki, ora qoşulan müəllim öz sualına rahat cavab tapacaqdır. Təbii ki, anında cavab tapacaq demirəm. Yəni sonra deməyin ki, Namiq müəllim, mənim cavabım hardadır? Yəni gün ərzində o sualına cavab tapacaqdır. Yəni ola bilər ki, müəllim elə bir vaxtda soruşdu ki, 5 dəqiqə sonra cavabını göndərdik. Ya da elə vaxtda soruşa bilər ki, 1 saatdan sonra cavabını göndərdik. Elə vaxtda soruşa bilər ki, gün ərzində onun cavabını axşama qədər göndərə bilərik. Çünki nəzərə alaq ki, çox adam göndərirsə, biz gün ərzində telefon qarşısında deyilik, düzdürmü? Yəni biz o sualları əməkdaşlarımız yığacaq. Günün sonunda hələ də kiminsə sualı cavabsız qalıbsa, o suallara biz ətraflı cavablar verəcəyik. Belə. Bu işin bir tərəfi. Yəni bildiyiniz WhatsApp müzakirə qrupudur. Digər tərəfdən burada məktəbdə işləyən müəllimlər üçün çox gözəl bir üstünlük var. KSG və BSG-lər. Hər ay müəllimlər
yeni tipli KSQ və BSQ-lər yazmaqdan yəqin yorulublar. Arada mən məktəbdə işləməsəm də KSQ və BSQ-lər qarşıma çıxır. Uşaqların işlədiyi, müəllimlərin hazırladığı, bəzən ödənişlə alırlar, amma çox səhvlər olur. Yəni həqiqətən adam bəzən baxır suala, məsələlərin şərtlərində, məsələlərin fiziki qanuna uyğunluğunda çox ciddi problemlər olur KSQ və BSQ-lərdə. Yəni KSQ və BSQ-lər ona görə mən deyərdim ki, bizim məktəblərin yaralı yeridir. Biraz müəllimlər, çox müəllim onu yola verərək hazırlayır. Elmilik qalır arxa planda. Qınamaq da olmur, çünki orta məktəblərin vəziyyəti aydındır. Amma biz Elmir müəllimlə bir yerdə hər ay KSQ və BSQ-ləri müəllimlər üçün hazırlayacağıq. Yəni qrupda hazır biz tərəfindən hazırlanmış, təbii ki, şablon yox. Biz tərəfindən hazırlanmış yeni KSQ və BSQ-lər müəllimlərə sunulacaqdır. Bu məsələnin ikinci tərəfi. Üçüncü, hər gün qrupda günün sualı paylaşılacaqdır. Yəni hər gün müəyyən bir mövzu seçəcəyik. Həmin mövzudan günün sualı, fərqli bir sualı paylaşacağıq, hansı ki, qrup üçün öyrədici bir məsələ olacaqdır və günün sonunda onun izahını təqdim edəcəyik. Dördüncü, hər ay qrupda mövzu sınaq imtahanı başlayacaqdır. Yəni, tutaq ki, hər aya böləcəyik, hər aya 4 mövzu. Birinci ay ilk 4 mövzudan mövzu sınaq imtahanı olacaqdır. Təbii ki, ancaq öz qrupumuzun müəllimləri üçün, yəni abunə paketinə qoşulanlar. Növbəti ay əlavə 4 mövzuda gələcək 8 mövzudan və müəllimlər girib eyni imtahan kimi o sınaqları işləyə biləcəklər. Bizim WhatsApp qrupu abunə paketinə üzv olmayan müəllimlər isə həmin sınaqları ödənişlə işləyəcəklər. Yox, əgər dərs qrupumuzun müəllimləridirsə, onlar da ödənişsiz işləyəcəklər. Yəni bir sözlə bu sınaqlar dərs qrupumuz üçün və abunə paketinə qoşulanlar üçün ödənişsizdir. Ümumiyyətlə bir şey deyim ki, dərs qrupumuza qoşulan müəllimlər üçün abunə paketinə artıq ehtiyac yoxdur. Abunə paketində olanlar o sınaqlardır, günün suallarıdır və s. hamısı dərs qruplarımızda var. Sadəcə KSQ və BSQ tərəfi dərs qruplarımız olmur. Çünki dərs qrupu sırf müəyyən bir istiqamətdir, bilik və sertifikasiya. KSQ və BSQ isə sadəcə məktəb müəllimləri üçün yaradılır. Belə. Və sınavlar da dediyim kimi eyni imtahan tipindədir. Vaxt gedəcək, imtahana qoşulacaq müəllim, orada üstə vaxt gedəcək. Müəllim səhv yazdığı suala görə bal çıxılacaq, düz yazdığı suala görə bala əlavə olunacaq və s. Prizmadan, yəni imtahanlarımız təşkil olacaqdır. Bax, bu bizim olacaq abunə qrupumuzun. Abunə qrupumuzun aylıq ödənişi aylı 8 manatdır. Yəni bu abunədir. Necə ki, nümunə çəkirəm. Tutaq ki, evə internet qoşdurmusunuz, abunə olursunuz, KTV, Citynet. Hər ay ödəniş olunur müəyyən vaxtlarda və oradan yararlanırsınız. Bizim abunə paketi də budur. Yəni, deyərdim ki, abunə qrupunun verəcəklərinin qarşısında həqiqətən ödənişi deyərdim ki, tam uyğundur. Bir məsələdə diqqətinizə çatdırım ki, abunə paketi kimlərə uyğundur, yoldaşlar? İndi mən abunə paketinin içindən olacağını saydım. Amma abunə paketi daha çox bazası olan və məktəbdə işləyən müəllimlər üçün yaralıdır. Məktəb müəllimləri üçün orada KSQ və BSQ-lər cəhətdən daha yararlıdır. Həmçinin bazası olan müəllimlər üçün də yararlıdır. Nəyə görə deyirəm? Çünki orada mövzu izahlarıdır və s. yoxdur da, yəni dərs keçirilmir orada. Sadəcə olaraq müəllim sualını verir, şəkillə, yəni yazılı formatda cavab verilir. Bazı zəif müəllimlər üçün abunə qrupu, abunə paketi o halda yararlı ola bilər ki, o müəllim bizim dərs qrupumuzda mütləq olsun. Tək dərs qrupumuzda varsa, abunə paketində olması da olur, ehtiyac yoxdur. Amma olar da kimsə deyər ki, mən abunə paketində olmaq istəyirəm, əlavə aylıq 8 manat da onu da ödəyərəm. Nə olsun, daha çox müəllimlə əlavə müzakirələr eləmək istəyirəm. Yəni, sırf müzakirə baxımından, yəni dərs qrupumuzda varsınızsa, mən heç onun məsləhət də görmürəm. Yəni, ehtiyac yoxdur. Məsləhət görmürəm deməyə ehtiyac yoxdur. Amma müəllim bütün gün WhatsApp-dadırsa, çoxlu müzakirələr eləmək istəyirsə, digər müəllimlərin atdığı suallardan da nəsə öyrənmək istəyirsə, müzakirə qruplarında yəni çox ola bilirsə, bəli, onda abunə qrupuna qoşula bilər. Yəni belə, zəif müəllimlərin bu şərt daxili qoşulmağına heç bir problem yoxdur. Yəni bir sözlə yoldaşlar, abunə qrupu imtahana hazırlıq prosesində əlavə bir köməkçidir. İmtahana hazırlıq prosesinin dərmanı bizim dərs qruplarıdır. Amma abunə paketi burada bizim üçün dərman, tam dərman olmasa da, sadəcə olaraq kimlər imtahana hazırlaşmırsa, özünü təkmilləşdirmək istəyirsə, onlar üçün çox əla bir fürsətdir. Belə, növbəti videolarda görüşərik. Sağ olun.